صل على محمد وآل محمد. Ya Allah, Zi'l bil Yemani adında bir şəxs Həzrəti Əli əleyhissalamla bir növ belə deyəcək. Soru oldu. Bəzi alimlər onu müsbət qələmə verirlər, bəzi alimlər səni bir mənfi obraz kimi qələmə verirlər. Məsələn, Nə'yan-ı Şiənin sahibi deyir ki, Həzrəti Əli əleyhissalama verdiyi suallardan başa düşülür ki, və Həzrəti Əli əleyhissalamla danışıq tərzindən başa düşülür ki, Qânə ləhu ədəb su, həmən şəxsin ədəbi, şəriət ədəbi olmayır, belə deyək, imamı layiqincə tanımayan bir insandır. Amma hədisin sonunda gəlir ki, tövbə edirəm, bir daha belə bir şey qayıtmayacaq. Yəni, tövbəsinə qədər, belə deyək, xoşa gəlməz insan olub, tövbəsindən sonra inşallah ki, Allah tövbələri qəbul edən onun da cürətini imam qarşısında keçər. Amma başqa üləmalarsa onu elə bir müsbət bir obraz kimi qəbul ediblər və məqsədi də bu olub ki, Həzrəti Əli əleyhissalamın məqamını başqalarına eşitdirmək. Elə bir özü, belə deyək də, əks tərəfdə durur, amma məqsəd Həzrəti Əli əleyhissalama qarşı çıxmaq deyil, başqaları eşitsin ki, bax, belə-belə işlər Həzrəti danışdırır, o da cavab verir. Bu mövzu, belə deyək, məşhur səluni qəblə ən təfqudun mövzusuna aid olan bir məsələdir. Həzrəti Əli əleyhissalam dəfələrlə insanlara deyib ki, soruşun məndən, mən sizin aranızdan getməzdən öncə. Yəni, lazım olan sualları, insanın dünya və axirətinə mənfəət gətirən sualları soruşun məndən. Bəzi insanlar yerli suallar soruşur, bəzi insanlar yersiz suallar soruşur. İmam vəzifəsi odur ki, bunların hər birini şəriət çərçivəsində yola versin və tənzimləsin. Deməli, o məsələlərdən də biri yaşadığımız mühitin necə sabit, rahat bir tərzdə yaşamasından gelir. Həzrəti Əli əleyhissalam insan cəmiyyətinin yaşaması üçün belə bir işarə edir. Həzrət buyurur. Deməli, Zi'l bil Yemani soruşur, Ya əmirəl-müminin, dulləni alə əməlin, in ənə əmiltuhu nəccani Allah Teala minəl-nar. Mənə bir əməl, mənə bir yol göstər ki, mən o yolla getsəm, o əməli yerinə yetirsəm, cəhənnəm oduna mən məruz qalmayacam. Yəni, cəhənnəm odundan Allah Teala məni nəcat verəcək, xilas edəcək. Mənə bir şey yox. Görək, imam bu şəxsə nə verir? Fəqalə ləhu ismə' ya hədə thümmətfəm. Eşit və bil. İmam başa salır. Qamətün dünya bi-thələth. Dünyanın 3 dirəyi var. Dünya 3 dirəyin üstündə davam edir. Bu 3 şey, 3 dirək, 3 hal, 3 mövzu olsa, dünya rahat davam edəcək. Əgər bu 3 haldan biri olmasa, o balans bozulur, tarazlıq bozulur və dünyada narahatçılıq və nataraz məqamlar yaranmağa başlar. Hansılar? İmam buyurur, bi'alimin natiq müstəmilli ilm. Birinci alim, o alim ki, ilmini cəmaata çatdırır və öz elminə əməl edir. Məsələn, əgər deyir, bu iş haramdırsa, özü eləyirsə, o imam deyən alim deyil, deməli, özün alim kimi cəmaata sırıyıbsa, cəmiyyətə sırıyıbsa, həmən bu, deyək, tarazlığın artıq bir hissəsi kordur. Əmmə alimdir, elmin də çatdırır və öz elminə də əməl edir. Bu bir. وَبِغَنِيٍّ لَا يَبْخَلْ بِمَا لَهُ مِنْ أَهْلِ دِينِ اللّٰهِ. O
Burada da gözəl bir işarə var. Qəni, yəni imkanı olan şəxs və imkan da şərt deyil milyon olsun şəxsə. İmkan, belə deyək, nisbi bir haldır. Məsələn, əgər bir nəfərin heç nəyi yoxdursa, orta yaşayışa malik olan ona baxanda qəni sahibdir. O ona müraciət eləsə ki, mənə bir parça çörək, bir qarın yemək, o ondan əsirgənəndir. Və ona baxanda 5-6 ayının rüzusunu rahat əldə edə bilən o varlı sayılacaq. Və belə nisbi bir haldır. İmam deyir ki, imam buyurur ki, varlı insan hansı ki, dinillah, əhli dinillah, din əhlindən öz malını əsirgəməz. Burada bir işarə var ki, şəxs öz malını nəyəsə fərzləmək istəsə, birinci onun axtardığı məsələ o olmalıdır ki, o mal ki, mən, pul ki, o nəsə bir xeyir ki, eləyirəm, o adam din əhlidir ya din əhlidir. Yəni, din əhli çəkilməlidir nəyə? Məsələn, qohumunda fəqir var. Biri Allahı tanıyır, qibləni tanıyır, digəri nə Allah tanıyır, nə qiblə tanıyır. Kafir deyil, amma Allahın haqqını ödəməyən bir şəxsdir. İndi sən xeyir əməl eləməkdə seçimi kimə eləyəcəksən? Əhli dinillah, Allah dininə mənsub olana, övləviyyəti verəcəksən ona, əlavə imkanın olsa, o din əhli olmayana da yardımlı eləyəcəksən. Deməli, bu ikinci. Üçüncü, var bir fəqirin sabir. Deməli, cəmiyyətimiz ya kasıbdan ibarətdir, ya da ki, varlıdan ibarətdir. Həmin bu kasıb və yaxud varlı həm alim ola bilər, həm cahil ola bilər. İmam bölgünü belə aparır. Deməli, alim, elminə əməl edən alim, varını Allah dinindən olan şəxslərə övləviyyət olaraq təqdim edən imkanlı şəxs, xeyr əhli və üçüncüdə fəqir ki, səbr edir. Bax, mən neçə dəfələrlə mənim yanıma gəlib gedən çoxdur, sınıyıram. Sınıyıram həmən o fəqiri. Görüm, səbr edir ya eləmir. Məsələn, bu günlərin biri daxil olub yanıma, biraz könlünüz açılsın, ayaqqabı ilə girdi içəri, deyirəm ki, ayaq saxladım. Ayaqqabı ilə olmaz da bura, biz ayaqqabsız giririk. Girmişəm də, yaxşı, dava eləyəsin deyiləm. Buyurun, eşidirəm sizi. Mən imkanım yoxdur, kömək. Dedim, nə olar ki, inşallah sabah gələ bilərsinizmi ki, sizə kömək edeyim? Mənə indi lazımdır. Dedim, indi ola bilsin, məndə olmasın. Yox, sizlərdə olar. Dedim, mən indi imtina eləsəm, nə edəcəm? Dedi ki, belə biraz dayandı, nəsə demək istəyirdi, Allah özümə baxı demək istəyirdi. Yəni, fəqirin özündə də səbir yoxdur. Elə bir tərəf mürabiq borçluğuna, məsələn, hacı filan kəs, mənə o qədər verdi. Verməsə, baş, qabaq, həmişə salam, ay hacı, ay kəlbələr, xoş gördük. Nə var? Bir dəfə ya yolda maşın saxlanır ona, ya ehtiyacı olanda ona kömək eləməyib, artıq oldu, bütün salam, kəlam, hamısı kəsilir, olduq düşmən. Niyə? Borcu varmı, onun vəzifəsidir, sənə kömək eləsin və s. İxtiyarı var o imkanlı şəxsin, o fəqiri səbirlə imtihan eləsin. Səbir eləsə, imamın dediyi adamına gəlir, ona kömək eləsin. Amma yox, münasibəti dəyişsə, buna var, yekə kişidir, mən boyda adamın ağız açsın, mənə əl boş qaytardı falan. Səbirsizlik nümayiş elətdirsə, ona heç nə düşmür. Aynen. Deməli, alim elminə əməl edən olsun, deməli, varlı insandır, din əhlinə övləviyyət olaraq yardım edir və fəqirdir, səbr edir. Əgər bunun 3 əksi olsa, həmən o cəmiyyətdən hicrət eləmək lazımdır. Orada yaşamaq
Bu deməkdir ki, insan cəmiyyətində şəxs yaşanır. Allaha and verir bizə cəlalına xatir, bizləri imanın dediyi şəxslərdən qərar versin. Mübarək günlərdir, Qurban bayramı ərəfələrində yaşayırıq. Əzizlərimiz qurbanlar kəsirlər, onların qurbanları Allah Taala qəbul eləsin. Xəstələrə şəfa versin. Müşkülan insanlar var, bizdən xahiş elədilər, müminlərdən xahiş edəyək ki, dua eləsinlər, işlərinin müvəffəq olması üçün salavat.